Hər kəsə salam. Bu gün beynəlxalq kimya olimpiadasının hazırlıq suallarına baxmağa davam edirik. Məsələ 3-ə baxacağıq bu gün. Sualın ilk hissələri qeyri-üzvü ilə bağlıdır. Qeyri-üzvü sualıdır. Sonra isə kinetika ilə bağlı sualdır ki, belə ki, bizdən e, istəyir ki, beynin parçalanmağa başlamasından sonra A1-in maksimum qatılığına uyğun gələn zamanı hesablayaq. Qeyri-üzvü hissələrini Yaqub danışacaq. Kinetika hissəsində isə mən danışacağam. İndi isə İstəyirsənsə Yaqub sən birinci olaraq qeyri-üzvü hissəsindən başla. Tamam. Gel sal başlayaq. Biraz ekranı yaxınlaşdırıb bilərsən Mehmet. Tamam. Deyir 1968-ci ildə A1 anyonunun və onun duzlarının qeyri-stabil olduğuna inanılırdı. Lakin 1968-ci Evan e, Appleman A1-in qeyri-adi sintezini həyata keçirdi. İlk olaraq X elementinin 90% zənginləşdirilmiş izotopu termal neytronlarla şüalandırıldı. Sonra nitrat turşusu əldə edildi və qələm mühitdə ozonla oksidləşdirilərək B anyonu alındı. Bu anyon bir neçə dəqiqə ərzində hər hansı bir kimyəvi maddə udmadan və ya xaric etmədən öz-özünə spontan olaraq A1 anyonuna çevrildi. 1 qram X elementindən 1,613 qram B anyonu əldə edilmişdir. Aha. Daha sonra deyir ki, bu ilk qeyri-adi, lakin uğurlu cəhddən sonra alimlər e, elektroz vasitəsilə A2 anyonunu A1-ə qədər oksidləşdirməyə bacardılar. Bu məqsədlə A2 anyonunu ehtiva edən 3 milli məhlula S0 məhluludur bu e, və H-fluorodot məhluluna platin elektrodları daxil edilmişdir. Elektroliz 1 saat ərzində 10 amper belə santimetr kvadrat cərəyan sıxlığı ilə aparılmışdır. Hər bir platin elektrodunun səthinin sahəsi 0,785 millimetr kvadratı, A1-in cərəyanına görə çıxımı isə 11,5% təşkil etmişdir. Birinci bənddə bizdən soruşur ki, katodda baş verən reaksiyanın təhlilini yazın və elektroliz zamanı katodda ayrılan qazın ümumi həcmini hesablayın. Aha, deməli, bizdə burada H-klorodot məhlulu var və digər tərəfdə də A2 anyonunu ehtiva edən digər məhlul var. Katodda ümumiyyətcə bu tipli elektrokimyasal hüceyrələrdə e, katod daha çox turşu məhlul olur. Çünki orada buradakı belə H müsbət ionları H2 qazı çıxardaraq reduksiya ola bilər. Digər tərəfdə isə A2 anyonumuz oksidləşərək başqa bir maddəyə çevrilir. Burada baxsaq katodda baş verən reaksiya dediyimiz kimi katodda reduksiya, anodda isə oksidləşmə gedir. Katodda H2 reduksiya, H müsbətin H2-yə reduksiya reaksiyasının tənini yaza bilərik. 2H müsbət üzəri 2 elektron mənfi H2. Daha sonra biz burada müəyyən hesablamalar aparmalıyıq. Bunun üçün əvvəlcə baxdığımız suala baxanda görürük ki, bizdə 10 amper bölü santimetr kvadratı cərəyan sıxlığı deyilən bir kəmiyyət var. Yəni biz bu ədədi hər hansı bir santimetr kvadrat dəyərinə vursaq, amper e, yəni elektrolizdən keçən amperi tapa bilərik. Bunun üçün bizə verilən 0,785 millimetr kvadratı sahəni santimetr kvadratına çevirməliyik, yəni 100-ə bölürük. Bu da bizdə eləyir təxminən 7,85 vuraq 10 üzəri mənfi 3. Daha sonra 7,85 vuraq 10 üzəri mənfi 3 santimetr kvadratını 10-a vurduqda bizə 0,785 amper dəyərini verir. Daha sonra biz bilirik ki, Q bərabərdir IT, yəni yükümüz bərabərdir cərəyan vuraq zaman. Düsturdan istifadə etməklə biz tapdığımız cərəyanı, yəni 0,0785 amperi 3600 saniyə vururuq və nəticədə 282,6 klon Q-nu yükümüzü 282,6 klon tapırıq.
Daha sonra bu yükü tapdıqdan sonra biz bunu Faraday sabitinə, yəni 96485-ə bölməliyik ki, bizim məhlulumuzdan keçən elektron sayını hesablaya bilək. 282,6-nı 96485-ə böldükdə cavab bizə eləyir təxminən 2,92 vura 10 üzəri mənfi 3. Amma biz bizim məhluldan keçən elektron sayını hesablayandan sonra biz bilirik ki 1 mol hidrogen qazı üçün 2 mol elektron sərf olunur və bunu ona görə yenidən 2-yə bölmək lazımdır ki, H2-nin molunu tapa bilək. Aldığımız cavabı 2-yə bölsək, biz H2 qazı üçün molu 1,46 1,46 44 vura 10 üzəri mənfi 3 mol olaraq alırıq. Daha sonra biz keçən dərsdə dediyimiz kimi PV enerji düsturundan istifadə etməklə qazın həcmini hesablaya bilərik. Amma bizə şəraiti verib 0 dərəcə Selsi, yəni 273 dərəcə Kelvin. Aldığımız molu həmin Kelvinə, daha sonra 0,082 universal qaz sabitinə vururam. Zaten bizdə həcmi 1 atmosfer verdiyinə görə 1-ə bölürəm. Sonra isə aldığım cavabı millilitrə çevirmək üçün 1000-ə vuranda cavab təxminən 32,78 millilitr edir. Həcmi nə qədər dedin? 32,78 millilitr. Belə. Bu səslə. Aha. Və birinci sual bu qədər. Sadə bir elektrokimya sualı idi. Daha sonra gənc sualın davamını oxumağa davam edək. Daha sonra deyir, elektrolizdən sonra analiz edilən məhlulda, yəni analitdə A1 və A2 anyonlarının qarışığı var idi. Rəngsiz S1 məhlulu. Platin elektrodu analitdən çıxarıldı. Üzərinə tərkibində A3 anyonu olan duru tuş məhlulun artığı əlavə edildi. Və sarı rəngli S2 məhlulu tərkibində bəsit maddə A4 olan alındı. A4 maddəsi S2 məhlulundan arqon qazı keçirilərək kənarlaşdırıldı və rəngsiz S3 məhlulu əldə edildi. S3 məhluluna tərkibində A3 olan doyulmuş tuş məhlulunun artığı əlavə edildi və yenidən sarı rəngli S4 məhlulu alındı. S4 məhlulunun ümumi həcmi durulaşdırılaraq 100 ml çatdırıldı və beləliklə S5 məhlulu əldə edildi. S5 məhlulunun 10 ml-lik alikvot hissəsinə tuzlaşdırılmış kalium yod məhlulunun artığı əlavə edildi və ayrılan yod 2 maddəsi 0,1 molar natrium 2SO3 məhlulu ilə titrləndi. Titrləməyə 1,35 ml natrium 2SO3 məhlulu sərf olundu. Daha sonra deyir, elektrolizə məruz qalmamış digər bir 3 ml-lik S0 məhlul nümunəsi götürüldü. Bu nümunə 500 ml-ə qədər durulaşdırılaraq S6 məhlulu alındı. S6 məhlulun 10 ml-lik alikvot hissəsinə turşulaşdırılmış kalium yod məhlulunun artığı əlavə edildi. Və ayrılan yod 2 maddəsi 0,1 molar natrium 2SO3 məhlulu ilə titrləndi. Titrləməyə 10,1 ml natrium 2SO3 məhlulu sərf olundu. Aha. Daha sonra bizdən soruşur ki, yod 2 və natrium 2SO3 arasında titrləmə zamanı baş verən reaksiyanın tənliyini yazın. Reaksiya, ümid edirəm ki, dərsi izləyənlərdən çoxu bu məşhur reaksiyanı bilir. Yenə də yazaq. Yod 2 SO2 mənfi ilə reaksiyası nəticəsində yod 2 2 yod mənfiyə, SO2 mənfi isə S4O6 2 mənfi anyonuna çevrilir. Aha. Daha sonra digər sualda deyir ki, A1, A4, B və X-in kimyəvi tərkibini müəyyən edin. Qeyd A1, A4 eyni elementi ehtiva edir. Bundan sonra biz sualın üst hissəsində, yəni birinci abzasda verilən məlumatlardan istifadə edə bilərik. Çünki suala baxsaq, sadəcə ikinci hissədən
maddələri tapmaq çox çətin görünür və hesablama olaraq da yəni bunu ikinci əldə etmək mümkün deyil. Gəlin onda birinci abzasa baxaq. Birinci abzasda deyilir ki, X elementin 90% zənginləşdirilmiş izotopu termal neytronlarla şüalandırıldı. Yəni burada böyük ehtimal X elementi neytron qəbul edib və böyük ehtimal ayrı bir izotopuna çevrilib. Daha sonra deyir ki, nitrat turşusunda əldə edilir və qələm mühitdə ozonla oksidləşdirilərək B anionu alındı. Deməli, daha sonra bizim bu alınan yeni izotop, X elementinin izotopu oksidləşdirilib və B anionu alınıb. Böyük ehtimal bu X elementi və tərkibində oksigen daşıyan bir aniondur. XON M mənfi şəklində yaza bilərik biz bunu. B anionu. Aha, daha sonra isə deyir ki, heç bir kimyəvi maddə udmadan və xaric etmədən öz-özünə A1 anionuna çevrilir. Və deyir ki, 1 qram X elementindən 1,613 qram B anionu əldə edilmişdir. Aha, biz burada bilirik ki, biz sadə burada stoixiyometrik nisbətlər misalı həll edə bilərik. Yaza bilərik ki, yəni əvvəlcə İsa Məmməd yaz X elementi Ha, X-in hər hansı bir izotopu N qədər, yəni Z qədər neytron qəbul edir. Digər bir izotopa çevrilir. Yəni onu məncə X2 olaraq göstərə bilərim. ha, Daha sonra X2 isə X2ON M mənfi, yəni B maddəsinə çevrilir. Buradan gördüyümüz kimi bizə də kütlələri verib. Deyir ki, 1 qram X elementi. Və bizə üstə demiş ki, 90% zənginləşdirilmiş izotop. 1 qramın 90% isə 0,9 qram edir. Yəni biz yaza bilərik ki, 0,9 qram bölək X-in emiri. Biz burada fərz edirik ki, yəni başlanğıcdakı X-lə bizim anionumuzdakı X, X-in molunu, yəni anionumuzun molu ilə X-in molunu bərabər götürməliyik. Sonra biz bu ifadəni bərabərləşdiririk. Bizə verdiyi 1,613 qram bölək X elementin kütləsi üstə gələk 16N. Yəni orada X2 yazdığımız indeks olaraq deyil də X2 elementini göstərir. ha, Daha sonra 16, yox, onu məncə açıq yazaq. ha, tamam yazıq. Sadəcə burada bilin ki, yəni X buradakı X1-dir, digər X2-dir. 1,613 bölünsün. Orada X1 olaraq yazaq. Aha, X1 olaraq. X1 olaraq yazsaq. Burada versin X1 yazaq, elə X1 o Aha, N. X1 yazaq sonra. Aha. Çünki sən X2-dən X2 oyun MF-ni alırsan, ona görə dedim. Çünki orada neytronu sonra qeyd edərik. Ha, tamam. X1 üstə gəlsin. Üstə gələk 16N. N. Ha, Daha sonra üstə gələk Z yazaq. Yəni neytron sayı. aha, bəli. Aha, belə bir tənliyimiz var. Biz, yəni burada Z elə böyük ədəd olmağı gözlənilmir. Yəni neytron 1 ola bilər, 2 ola bilər, 3 ola bilər maksimum. Ona görə gəlin biz e, yəni təxmini bir elementin kütləsinə yaxın bir dəyər almaq üçün Z-i ihmal eləyək, yəni nəzərə almayaq və N-ə dəyərlər atmaqla X-in ayrını hesablamağa çalışaq. Əgər N-imiz 1 olsa, kalkulatorda bunu həll eləsək, 20,19 səhv eləmirəmsə. aha, 20 çıxır.
Təxminən 20 çıxır. Sonra əgər enimiz 2 olsa bu 40 eləyir. Enimiz 3 olsa bu 60. 4 olsa isə 80 eləyir. Baxırıq ki, burada enimiz 1 olanda kütləsi 20, təxmini 20 olan dövrü cədvəldən baxsaq, yəni 20-yə uyğun neon var, amma ona uyğun bir yəni neon sadəcə bir oksigenli anion tanımırıq. 2-yə baxsaq 40 kalsiumdur. Kalsium O2-li bir anion da məncə yoxdur. Belə bir şey məntiqsiz olar. N3 olanda 60 kütləsində təxminən heç nə yoxdur. Sadəcə 58-də nikel var. Yəni yenə də məntiqli görünmür. Amma 4-ə baxsaq 80 təxmini bromun kütləsidir. Aha. 4-ə baxsaq brom olduğunu görürük. Yəni brom O4 mənfi kimi təxmini bir bizim B maddəsi haqqında təxmini bir fikir yürüdə bilirik bu sayədə. Və yenidən biz bromun belə kütləsini yuxarıdakı tənlikdə dəq kütləsini yerinə qoysaq və Z üçün bir dəyər almağa çalışsaq, burada biz Z-in mənfi olduğunu görürük. Və buradan deməli bir fikir irəli süra bilərik ki, brom e, belə 79, brom 80 və yaxud da 79 izotopu deyilmiş. Bizim tapdığımız maddə. Burada bromun digər izotopları ola bilər və yaxud ayrı bir şey ola bilər. Biz əgər məsələn oksigenin 4 olduğunu güman etdik ki, yəni bunda brom ion gəlir. Eyni tənlikdə, yuxarıda yazdığımız tənlikdə daha sonra oksigenin 4 olduğunu sabit saxlayıb Z-də ədədlər atmağa çalışsaq, 1, 2 və s. 3 bu şəkildə atmağa çalışsaq və X-in yenidən daha dəqiq kütləsini tapmağa çalışsaq, Kesin məsələn, bir atdıqda x bərabər 82 olur. bir atdıqda X 82 olur. 2 atdıqda 2 olsa baxa görə neçə olur? 83 son. 2 olsa 83,3 edir. Belə bir izotop yoxdur. 3 olsa baxaq. Bu da 84,57. 84,57-dir və mən inanmıram ki, yəni daha çox, 3-dən çox olsun neytron qəbul etdiyi neytron sayı. Və beləliklə biz bir neytron qəbul etdiyi halda X-in ayrini 82 tapırıq. Və bu bizə bromun 82 izotop olduğunu göstərə bilər. Suala qarşısıq sualı deyir ki, deməli bizim əvvəlcə hər hansısa bir elementimiz var imiş və bizdən sonda B izotopu, yəni brom 82 O4 mənfi əmələ gəlib B maddəsi üçün. Aha. Bu arada brom 82 çıxdığına görə və bizim bir neytronumuz olduğuna görə bizim B maddəmizdəki bromumuz 82 yox da 83 izotop olmuş olur. Aha, o aydındır. Bundan sonra deməli bizim əvvəlcə yenə yazdığımız o sxem var idi X.
Qayıtmır. Neytron alır daha sonra. Aha burada. Burada artık biz sondakı maddəni tapdıq. Brom 83O4. Burada böyük ehtimal ki, əgər biz element belə deyək, neytron alıbsa, böyük ehtimal burada yəni biz görə bilərik ki, bizə deyir ki, A1 anionuna heç bir kimyəvi maddə belə deyək, xaric etmədən və yaxud udmadan parçalanır, yəni çevrilir. Burada böyük ehtimal hər hansısa bir radioaktiv reaksiya baş verə bilər, əgər kimyəvi maddə çıxmayıbsa. Yəni bu alfa zərrəci ola bilər və yaxud da ki, e, beta zərrəci ola bilər. Biz aşağıdan yazsaq ki, biz aşağıdan yazaq, deməli, brom O4 mənfi anionu əmələ gəlib. Hansı ki, nədən əmələ gəlib bilmirəm. Aha, burada hər hansısa bir radioaktiv reaksiya, məsələn, biz gəlin beta çevrilməni düşünək. Yəni, böyük ehtimal burada heç bir belə deyək, kütlə itkisi və yaxud kütlə dəyişməsi olmadığına görə biz tapdığımız bromo 4 mənfi maddəsi, yəni biz bunu belə tapmışıq. Həmçinin bu A1 də ola bilər. Çünki kütlələri ikisində eynidir. Və biz əgər baxsaq ki, burada broma yaxın hansı elementlər var dövrü cədvəldə, görək ki, selenium var və kripton var. Burada daha məntiqli düşünsək görək ki, əgər bizim anionumuz selenium O4 2 mənfi olarsa, selenium 83 O4 2 mənfi. Beta çevrilmə belə söz konusu ola bilər. Gəlin onda həmin reaksiyanı tənqid yazaq. Çevrilir bromo 4 mənfiyə və beta zərrəcik. Bəli. Belə olduqda bizim brom O4 mənfi maddəmiz, brom 83 O4 mənfi maddəmiz A1, digər maddəmiz selenium O4, selenium 83 O4 2 mənfi B maddəmiz və selenium 83 bizim selenium 83 izotopu B maddəmiz olduğuna görə və neytron sayı 1 olduğuna görə selenium 82 izotopu bizim e, İkram. bəli, X elementimiz olmuş olur. Aha, artıq biz sualdakı maddələrlə bağlı bir fikir formalaşdırdıq. Daha sonra gəlin sualın digər hissəsinə davam edək. Biz ikinci abzasdan A1 üçün lazım olan elektronu hesablaya bilərik. Çünki zaten bizə çıxımı falan verir. Gəlin onu hesablayaq. Yenə bayaqki hesabla onu vururam 0,785-i bölürəm 100-ə. Daha sonra vururam ona. Bir saniye. S0 üçün tapırsan indi yoxsa S1? A1 üçün elektron hesab edirik. Hə, tamam. Aha, necə deyirsən? Deməli 0,785-i bölürəm 100-ə. Sonra vururam ona 10 amper bölək santimetr kvadratını. Daha sonra 3600-ə vururam. Bölürəm 96485-ə və vururam 0,115-ə. Və buradan cavab çıxır təxminən 3,37 vuraq 10 üzəri mənfi 4 mol elektron. Daha sonra gəlin sualın davamını oxumağa davam edək. Deyək ki, elektrolizdən sonra analiz edilən məhlulda A1 və A2 anionlarının qarışığı var idi. Aha, biz A2-ni bilmirik, amma A1 anionunun brom 83 O4 mənfi olduğunu bilirik. Platin elektrod analitdən çıxarıldı. Üzərinə tərkibində A3 anionu olan tuş məhlulun artığı əlavə edildi və sarı rəngli S2 məhlulu. Tərkibində bəsit maddə A4 olan.
Fikir versək burada bizim maddələri soruşduğu bənddə qeyd verib ki, A1, A4 eyni elementi ehtiva edir. A4 elementimiz bəsit maddədirsə və bizdə A3 anionu ilə hər hansısa bir A1, A2 anionunun reaksiyası nəticəsində əgər bəsit maddə A4 əmələ gəlibsə və biz buradan burada disproporsiya məntiqi ilə düşünə bilərik və onda A3 anionu üçün brom mənfini fərz edə bilərik. Və həmçinin A4 brom 2 olmuş olur onda. Daha sonra deyir ki, A4 maddəsi S2 məhlulundan arqon qaz keçirilərək kənarlaşdırıldı və rəngsiz S3 məhlulu əlavə edildi. Əldə edildi, bildi. S3 məhluluna tərkibində A3 olan doymuş turş məhlulunun artırılıb yenə eyni proseslər təkrarlanır və sonra S4 məhlulu əldə edilir. S4 məhlulunu isə ümumi olaraq durlaşdırıblar və 10 ml-lik alifbot nümunəsini götürüblər. Biz SCO2 mənfi ilə yod arasında baş verən reaksiyadan müəyyən hesablamalar apara bilərik. Gəlin SCO2 mənfinin əvvəlcə molunu hesablayaq. Litam %35 ml 10 zəri mənficə vurub litrə çevirirəm. Daha sonra 0,1 molyarlıq 0,1 molyara vuraraq SCO2 mənfinin molunu hesablayıram. 1,35 vuraq 10 zəri mənfi 4. Nə qədər alındı burada dedin? Orada 1,35 vuraq 10 zəri mənfi 3 mol edir. Aha, tamam. Burada əvvəlcə 1,35 vur 10 zəri mənfi 3-ü 2-yə bölməliyik, çünki yod 2 molunu tapmağa görə. Zaten biz sonra onu 2-yə vurmalıyıq bir də. Çünki e, yod 2, yəni yod mənfi iyonlarından yod 2 əmələ gəlməsi zamanı 2 elektron sərf olur. Ona görə Məmməd burada qeyd eləmədi, o 2-lər ixtisar edir və nəticədə 1,35 vuraq 10 zəri mənfi 3 mol elektron əmələ gəlmiş olur. Aha. Əgər biz buradakı aldığımız cavabdakı 1,35 vuraq 10 üzəri mənfi 3. Böyük ehtimal burada görünür ki, yod mənfi iyonları yod 2-yə doğru reduksiya olur. Yox, oksidləşib. Və əgər oksidləşibsə, böyük ehtimal ki, bizim aha, bəli. Böyük ehtimal burada bizim A1 və A2 anion qarşılığından hər hansısa biri brom mənfi anionu ilə belə disproporsiya uğrayıb və brom 2 əmələ gəlib. Düşünə bilərik ki, burada bizdə A2 də həmçinin bromun hər hansısa bir oksigenli anion ola bilər. Yəni, çünki ayrı bir brom daşı, brom ehtiva edən bir anion bu sualda ağla gəlmir. Düşünək ki, yəni brom O5 olmayacağına görə, elə bir maddə olmadığına görə, brom O3, brom O2, brom O mənfi ola bilər. Bu üçündən biri ola bilər, A2. Və hər üç ehtimalda da brom mənfi ilə belə disproporsiya daha yatqın olan A2 olmuş olur. Və e, bu iki proses nəticəsində bu ehtimal bizim məhluldakı bütün A2 anionları e, brom mənfi ilə disproporsiya olur və məhulda sadəcə A1 anionlarının qaldığını düşünürük. Və biz tapdığımız 1,35 vur 10 üzəri mənfi 3 mol elektronu əgər üstdən tapdığımız 3,37 vuraq 10 üzəri mənfi 4 mol elektrona bölsək, 1-in 4-ə nisbət almış oluruq. Və bu bizlərə nə məna kəsb edir? Üstdə gördük ki, A2 anionlarının A1-ə çevrilməsi üçün, məsələn, əgər n qədər elektron lazım idisə, A2-dən A1-ə n qədər elektron lazım idisə, alt hissədə 4n qədər elektron lazım olub. Və alt hissədən görə bilərik ki, böyük ehtimal alt hissədə A1
Bəli. A1 anyonları brom, yəni yod mənfi yod 2-yə çevrildiyinə görə böyük ehtimal bizdə brom mənfi əmələ gəlir. Brom mənfi də nədən əmələ gələ bilər? Brom O4 mənfidən. Görürük ki, brom O4 mənfidən brom mənfiyə 8 elektronluq fərq var. Brom O4 mənfidə brom müsbət 7-dir, brom mənfidə isə mənfi 1. 8 elektron. Yəni birin 4 nisbətə baxsaq, deməli digərində 2 elektronluq fərq olmalıdır. Və brom O4 mənfi ilə 2 elektronluq fərqdə olan element brom O3 mənfi. Və ona belə çıxır ki, bizim A2 anyonumuz brom O3 mənfi olmuş olur. Artıq A2-ni tapdıq. İkinci sualı həll etmiş olduq. Daha sonra digər sual oxuyaq. Digər sualda deyir ki, S0 məhlulunda burada həmçinin bromoid mənfi ilə yod mənfi yanları reaksiya girir. Digər sualda deyir S0 məhlulunda A2-nin molar qatlığını hesablayın. Bunun üçün isə biz üçüncü hissədən, yəni dördüncü abzasdan istifadə etməliyik. Yenə həmin hissədə S2 kimi və yod 2-dən istifadə etməklə biz mol hesab edə bilərik. 10,1-i 10 üzəri mənfi vurub, yenidən 0,1-ə vursaq, S2 mənfinin molunu tapmış oluruq. 2-yə böldüyümüz halda yod 2-nin molunu tapmış oluruq. Yenidən 2-yə vurduğumuz halda elektron hesabını və 50-yə vurduğumuz halda isə 50-yə vurduqdan isə bütün məhluldakı elektron hesabını etmiş oluruq və 0,0505 elektron etmiş olur. Aha, S0 məhlul nümunəmizdə üstdə də göründüyü kimi sadəcə A2 vardır. Biz A2-ni brom O3 mənfi olaraq tapmışdıq. Yod mənfi ionları yod 2-yə doğru oksidləşdikdə brom O3 mənfi ionları isə brom mənfiyə doğru reduksiya olur. Və brom O3 mənfinin brom 6-ya doğru reduksiyası nəticəsində 6 belə 1 brom O3 mənfi 6 elektron sayəsində brom mənfi çevrilir. Və biz aldığımız 0,0505 elektronu 6-ya bölsək, brom O3 mənfinin molunu hesablaya bilərik. Bu da eləyir 8,416 vuraq 10 üzəri mənfi 3 mol. S0 məhlulumuzun həcmi isə 3 ml-dir. Və bu aldığımız molu 3 ml-ə bölsək, yəni 3 vuraq 10 üzəri mənfi 3-ə bölsək, məhlulun qatlığını hesablamış oluruq. Və bu da bizə 2,8 molyar cavabını verir. Bəli, sualın qeyri-üzvü hissəsi bu qədər. Daha sonra isə kinetik hissəsi başlayır. Buyurun Ha, Məmməd. e, deməli, bizə deyir ki, beynin parçalanma başlamasından sonra A1-in maksimal qatlığına uyğun gələn zamanı hesablayın. Burada görürük ki, B-dən A1 alınıb və A1-dən C və D alınıbdır. Yəni, bunu ümumi şəkildə göstərsək, bir ardıcıl reaksiya nümunəsidir və ümumi şəkildə belə göstərə bilərik ki, A-dan B alınıb və B-dən C alınıb. Yəni, tipik bir ardıcıl reaksiyadır. Və bizə deyir ki, A1-in, yəni mənim indi yazdığım halda B-nin maksimum qatlığına uyğun gələn zamanı tapmamızı istəyir. Bunu tapmaq üçün nə etməliyik? Əvvəlcə B-nin qatlığının zamandan asılı ifadəsini tapmalıyıq. Daha sonra isə həmin o ifadəni tapdıqdan sonra maksimum qatlığı tapmaq üçün həmin ifadənin zamana görə törəməsini sıfıra bərabər etməliyik. Ə, Bildiyimiz kimi çünki maksimum və minimum nöqtələri tapmaq üçün həmin ifadənin törəməsini alıb sıfıra bərabər etməliyik. Və oradan sonra biz t-ni tapa bilərik. Gəlin əvvəlcə B-nin sürət ifadəsində çıxaraq. Bunu da göstərək. Əslində
Məncə hazırlıq suallarının PDF-nin referans hissəsində var idi sürət ifadəsi, lakin yenə də sadəcə göstəririk. E, Belə ki, bizdə deməli A var, B-yə çevrilir, B-də C-yə çevrilir. Bizim A-dan B-yə keçən üçün olan sürət sabitinə K1 deyək, B-dən C-yə keçir üçün isə K2 deyək. Daha sonra hər biri üçün əvvəlcə sürət tənliklərini yazaq. Yəni, yazaq ki, dA bölünsün dt nəyə bərabər olacaq bu A-nın əmələ gəlmə sürəti? Mənfi K1 vurulsun A, çünki A ancaq sərf olur gördüyünüz kimi. B L1-dən əmələ gəlir, L2-də sərf olur, yəni dB bölünsün dt bərabərdir. L1 sıx L2, yəni K1 vurulsun A, sıxılsın K2 bölünsün, K2 vurulsun B yaza bilərik. Daha sonra isə C üçün yazsaq, dC bölünsün dt bərabərdir. K2 vurulsun B yazırıq. Buradan gəlin əvvəlcə A maddəsinin qatılığının zaman asılı ifadəsini yazaq. Yəni tapaq. Biz əgər bu ifadəni inteqrallasaq, dA bölü dt bərabər mənfi K1 vurulsun A. İnteqral almaq üçün A-nı keçirik digər tərəfə. dA bölünsün A bərabərdir. Mənfi K1T. Daha sonra bunu inteqrallasaq, biz alırıq ki, A bərabərdir. Daha doğrusu, ln A bərabərdir. Mənfi K1T plus C. Və biz başlanğıcda demişik ki, T0 anında A-nın qatılığı A0-a bərabərdir. Və bu arada biz gəlin əvvəlcə düşünək ki, düzgündür, sualın özünə deyir ki, yalnız A0 var. Yəni B və C başlanğıcda yoxdur. Amma gəlin biz əvvəlcə daha ümumi bir hal olan baxaq görək. Bizim başlanğıcımızda həm A0, həm B0, həm də C0 olsa nə olacaq? İndi davam edək. Deyirik ki, A bərabərdir. A0 olur. T bərabər 0-da. O zaman burada gəlin T-nin yerinə 0 qoyaq və buna əsasən A-nın yerində A0 qoyaq. T bərabər 0, A da bərabər A0 olacaq. Olacaq ln A0 bərabərdir C-yə. Deməli, mənim ifadəm necə olur? ln A bərabərdir. Mənfi K1T üstə gəlsin ln A0. İndi buradan A üçün bir ifadə çıxaraq. Ümumi A bərabərdir. Olacaq A0 vurulsun. Y üstü mənfi K1T. Daha sonra bu A üçün tapdığımız ifadəni getirib burada yerinə qoya bilərik. Yəni K1 vurulsun adı getirib A-nın yerinə qoysaq. Yazsaq A0 vurulsun Y üstü mənfi K1T. Bizdə qalır amma B. Və bunu həll eləmək, bu diferensial tənliyi həll eləmək çətindir. Bunun yerinə biz bu B-ni B-nin yəni T-dən asılı olduğu B bilirik ki, T-dən asılı bir funksiyada əslində BT belə bir şey belə yaza bilərik. Bunu iki sadə funksiyanın hasili kimi düşünə bilərik. Hansı ki, buna birinə U deyək, UT, digərinə isə VT deyək. Belə ki, biz bu yaratdığımız iki yeni funksiyanı özümüz seçirik. O deməkdir ki, bizim ifadəmizi sadələşdirmək üçün U ilə V-ni istədiyimiz şəkildə ifadə istədiyimiz şəkildə qiymətləndirə bilərik. Çünki bunun necə deyək, sonsuz sayda bir U və V cütlüyü var ki, bunların hasili elə B t-ni verəcəkdir. Ona görə də biz əvvəlcə bu mürəkkəb funksiyanı BT aslığın iki sadə funksiya kimi yazaq və UT vurulsun VT kimi göstərək. Daha sonra bizim yazdığımız dB bölü dt-ni təkrar yazaq və bu səfər artıq B-nin yerinə UT vurulsun VT kimi yazaq. Bu bilirsiniz ki, deməli başlanğıcda yazaq birində bunu UT vurulsun VT bölünsün dt.
Sadəlik olsun deyə artıq U, T, V, T təşkilləməyəcəm. Elə U və V şəklini yazacağam. Bu gördüyünüz kimi iki funksiyanın hasilinin törəməsidir. Və hasilin törəmə düsturunu biz bilirik ki, hər hansısa bir fx funksiyamız olsun, bir də gx funksiyamız olsun. Bunun törəməsini tapmaq istəyiriksə, əvvəlcə fx-in törəməsini tapırıq. Vururuq gx-ə, üzərinə gəlirik. Gx-in törəməsi vurulsun fx. Bunu indi tətbiq edəsək, yazacağıq ki, du bölünsün dt vurulsun və üstə gəlinsin dv bölünsün dt vurulsun u. Daha sonra əlavə olaraq biz nə yazmışdıq? Bu nəyə bərabər olmalıdır? K1 vurulsun, yəni bu hissəyə də K1 vurulsun, A çıxılsın, K2 vurulsun B-yə. Yəni yazaq onda belə. Du bölünsün dt vurulsun B, üstə gəlinsin dv bölünsün dt vurulsun u bərabərdir. K1 vurulsun A, çıxılsın, K2 vurulsun B. İndi gəlin buradakı B-nin də yerinə UB yazaq. Çünki artıq biz dedik ki, B-nin T-dən asılın 2-dən sayılı funksiya kimi yazmışıq. Bu və ondan hasil şəklini göstərmişik. Və A-nın yerində yazaq. A0 vurulsun, Y üstü mənfi K1 T. Bunu da bayaq tapdıq. Yerinə yazaq. Du bölünsün dt vurulsun və üstə gəlsin dv bölünsün dt vurulsun u bərabərdir. Gəlin indi UB olanları bir yerdə yığaq, saxlayaq. Yəni K2 vur B-ni bu tərəfə ataq. K2 UV bərabərdir. K1 A0 Y üstü mənfi K1-dir. Bu şəkildə yazdıqdan sonra görürük ki, burada biz belə deyək, nə edə bilərik? Məsələn, bunu ortaq vuruq kimi çıxaraqmı? Hansı da rahat olar? Məsələn, V-ni çıxara bilərik açığı. Yəni, məsələn, bunu çıxaraq elə, ortaq vuruq kimi. Yəni, yazacağıq ki, du bölünsün dt vurulsun B. Üstə gəlsin u vurulsun dv bölünsün dt. Üstə gəlsin K2 vurulsun B. Bu bərabərdir. K1 vurulsun A0 vurulsun Y üstü mənfi K1-dir. İndi necə eləsək, bu ifadə sadələşər və biz ə, daha rahat yolla, yəni sadələşdirib həll edə bilərik. Görürəm ki, əgər yazmışam deməli, du bölünsün dt, yəni u-nun t görə törəməsi vurulsun və üstə gəlsin u vurulsun, dv bölü dt üstə gəl, k2 vurulsun. K2 vurulsun v bərabərdir, k1 vurulsun a0 vurulsun y üstü mənfi k1-dir. Bu arada, aha, bəli, belə. İndi yenidən belə bir şey deyə bilərik ki, biz başda dedik ki, v ilə onu özümüz müəyyən edirik. Yəni, biz işimizi daha asanlaşdırmaq üçün bunlara fərqli-fərqli qiymətlər verə bilərik. Amma nəticə olaraq u ilə b-nin hasili b olmalı. Gəlin deyək ki, e, elə bir qiymət olsun ki, bunlar dv bölünsün dt üstə gəlsin. K2 vurulsun. K2 vurulsun b sıfıra bərabər eləsin. Yəni, elə bir UV seçmişik ki, asiti B olan dv bölünsün dt üstə gəlsin K2 vurulsun v bərabərdir sıfıra. Belə bir şey deyə bilərik. Daha sonra davam edək. Bunu ə, indi yerinə qoysaq, məsələn, bura biz istədiyi artıq sıfırdır. Bu hissə gedəcək. Biz tapacağıq ki, du bölünsün dt vurulsun v bərabərdir.
K1 vurulsun. A0 vurulsun. Y üstü mənfi K1 T. Həmçinin biz əgər bura 0 demişiksə, buradan da çıxara bilərik nə? dv bölünsün dt bərabərdir mənfi K2 V-yə. Bunları tapdıq. Gəlin əvvəlcə V-ni tapaq. Görürük ki, bu həll etmək rahatdır. Onsuz biz bunu həll edə bilərik. Çünki burada V də var. Birinci V-ni həll eləyək, sonra V-ni gətirək yerinə qoyaq. Həll eləsək, biz başlaymışıq ki, bizim birinci həll eləyək. Yəni göstərək. V bərabərdir. Y üstü çıxacaq nə? İnteqrallayanda mənfi K2 T. Bu şəkildə tapırıq. Daha sonra biz nə edə bilərik? Gətirib bu V-ni yerinə qoya bilərik. Burada yerinə qoysaq, biz buradan artıq du bölünsün dt-ni tapmış olacağıq. Yerinə qoyaq. Du bölünsün dt bərabərdir. K1 vurulsun A0. İndi V-ni yerinə qoyuram, sonra Y üstüləri eyni tərəfə çıxarım deyə bu tərəfə atıram, sağa atıram. Olur. Y üstü mənfi K1 T bölünsün, Y üstü mənfi K2. Yəni Y üstü K2 çıxılsın K1 bölünsün T. Vurulsun T daha doğrusu. Daha sonra indi bunu inteqrallamaq üçün dt-ni atıram. Digər tərəfə inteqrallayıram. İnteqrallasam belə ki, olacaq u bərabərdir. Y üstü AX-dəki A bizdə məxrəci keçəcək. 1 bölünsün qarşısı K1 yazacaq və nəticə etibarı ilə olacaq. U bərabərdir. K1 bölünsün K2 çıxılsın K1 vurulsun A0 vurulsun indi Y üstünün özü qalır yerində. Y üstü K2 çıxılsın K1 T və bizim bir dənə C. Bu C-ni necə tapacağıq yenə? Biz bilirik ki, nəysə bunu hələ ki, yəni B-nin B deyək yaxşı. T-nin 0 anında biz bilirik ki, B 0-a bərabərdir. Bunu istifadə edərək biz C-ni tapacağıq. Biz onu tapdıq, V-ni tapdıq. O zaman B-ni tapa bilərik də, çünki biz bilirik ki, U və V elə qiymətlərdir ki, bunların hasili B etməlidir. Fərqli-fərqli qiymətlər ola bilər, amma ikisi nəticədə hasili B eləməlidir tapdıqlarımızın. O zaman B yazaq ki, B bərabərdir UV. Bundan da bərabərdir. Onun yerinə qoysaq yenə K1 vurulsun A0 bölünsün K2 çıxılsın K1 vurulsun Y üstü K2 çıxılsın K1 T üstə gəlinsin C vurulsun V-nin özü, yəni Y üstü mənfi K2-dir. Y üstü mənfi K2-dir. Bu da bizim B üçün olacaq ifadəmiz. Daha sonra indi burada dediyim kimi T-ni yenə 0 qoyaq ki, C-ni tapaq. T-ni yenə 0 qoyanda B olacaq B0. T-ni yenə 0 qoysaq bura olacaq 1, çünki Y üstü 0 1 eləyir. Saniyə. Bura olacaq 1. Eyni şəkildə burada olacaq 1. Yəni tapacağıq ki, B0 bərabərdir. K1 vurulsun A0 bölünsün K2 çıxılsın K1 üstə gəlinsin C. Buradan artıq C-ni tapmaq asandır. Biz tapırıq ki, C bərabərdir. B0 çıxılsın K1 bölünsün K2 çıxılsın K1 A0. İndi tapdığımız ifadəni, C üçün tapdığımız ifadəni gətirək yerinə qoyaq burada və B üçün yeşil ifadəni tapmış oluruq o zaman. B bərabər olur nəyə? K1 bölünsün K2 çıxılsın K1 vurulsun A0. İndi Y üstü K1 vurulsun T'ni, Y üstü mənfi K1 T'ye vururam. Yəni olacaq Y üstü mənfi K1 T üstə gəlinsin. İndi C tapmışam. Belədir. Bunu vuram Y üstü mənfi K2 T'yə. Vursam tapacam ki
Ee, K1 bölünsün. Ee, Yazacağım B'ye. Çünkü C'nin yerine koyaq hakikaten. B0 sıxılsın K1 bölünsün K1. Vurulsun A0. İndi bunu vururam. Y üstü mənfi K2 T'yə. Buradakı. Yəni V'yə. Y üstü mənfi K2 T. Və Y üçün olaraq B üçün bir ifadə tapıram. Bu mənim B'nin ümumi halda ifadəsi. Və son olaraq C üçün də bir ifadə tapaq gəlin. C üçün ifadə tapası olsaq, olacaq DC bölünsün DT bərabərdir. Ee, Biz bilirik ki K2 vurulsun B. Yəni B üçün olan ifadəni gətirib yerinə qoysaq, olacaq DC bərabərdir. Sadəcə B olan ifadəni gətirib yerinə qoyuruq və K2-yə vururuq. Sonra bunu inteqrallayırıq. Gəlin vaxt getməsində bir dəfə inteqrallayaq hələ. Bu gedəcək. Hamısında elə bir şey deməli. Y üstü mənfi K1 T idi bu. Sonra vururuq K2 olacaq deməli. 1 bölünsün, siz mənfi K1-ə belə bölmə alacaqsınız bu hissədən. Yəni hissələri ayırıb sonra inteqral edirsiniz və burada yenə 1 bölünsün mənfi K2-yə bölmüş olasınız. Əgər bunu inteqrallasaq, nəticə etibarən alırıq biz. Və bu arada Z-nin başlanğıc qatılığı da var. Z0. O zaman bizim Z üçün ifadəmiz olacaq. C bərabər olacaq. C0. C0. Üstə gəlsin. İndi A0-ı ortaq vuruq kimi çıxaraq. Vurulsun. 1 çıxılsın, K2 vurulsun, Y üstü mənfi K1T çıxılsın, K1 vurulsun, Y üstü mənfi K2T bölünsün, K2 çıxılsın, K1 üstə gəlsin, B0 vurulsun, 1 çıxılsın, Y üstü mənfi K2T. Bu da bizim C üçün ifadəmiz. Açığı bizdəki sualda e, bizim B0 və C0'ımız yoxdur. Sadəcə e, belə deyək. A sıfırımız var. Yəni başlanğıc sadəcə A var. Yəni gəlin o hal daha rahatdır. Sadəcə deyim bir ümumi hal çıxaraq. Əslində ümumi haldan bir dəfəlik onu çıxara bilərik də. Lakin yəni bir dənə də bu versiyaya baxaq ki, ancaq A sıfırımız var və A gedir B-yə, yenə B də gedir Z-yə. Eyni şeyləri yazası olsaq, yəni B-yə bərabər UV yazası olsaq, yəni yazası olsaq D bir dəfə yazıq yazıram vaxt getməsin deyə. DU bölünsün DT vurulsun B. Üstə gəlsin DB bölünsün DT vurulsun U. Bərabərdir. K2 vurulsun UV üstə gəlsin. K1 vurulsun A0 vurulsun Y üstü mənfi K1T. Və sonra yenə gəlin yenə onu çıxaraq ortaqlıq kimi fərqi yoxdur çünki dediyim kimi. DU bölünsün DT vurulsun B. Üstə gəlsin U vurulsun DV bölünsün DT. Üstə gəlsin K2B. Bərabərdir. K1 vurulsun A0 vurulsun Y üstü mənfi K1'dir. Buradan yenə sadələşdirmə üçün eyni şeyi təkrarlayırıq. DV bölü DT üstə gəl K2 vurulsun M'nin 0 olduğunu düşünürük. Yəni elə bir V qiymətidir ki, e, bu bizə həmin mötərizənin içərisindəki ifadənin 0 olmasını sağlayır. Amma biz əlavə olaraq bilirik ki, bizim başlanğıcda bu səfər B-miz yoxdur. Yəni T0 anında artıq B0 deyil də burada artıq B0 ilə yəni 0 olduğunu bilirik. Belə yazaq. Yəni belə deyək yəni. Eyni şeyləri yazacaq təkrar. DV bölünsün. DT bərabər K2 vurulsun. Yəni mənfi K2 vurulsun. V buradan çıxır. V bərabərdir.
y üstü mənfi kaçdır və həmçinin onu da tapası olsaq, o nəyə bərabər olacaq? Du bölünsün dt bərabərdir. K1 vurulsun A0 vurulsun y üstü mənfi e, K2 çıxılsın. K2 çıxılsın K1 vurulsun T olacaq. İndi gəlin bunu inteqrallayaq. Amma bu dəfə inteqrallayanda bilirik ki, bizim hələ inteqrallayaq gəlin daha doğrusu. Buradan çıxır ki, bu bərabərdir. Yenə eyni şey. K1 vurulsun A0, yəni bayaqçına eyni dələk gedir. K1 vurulsun A0 vurulsun Y üstü K2 çıxılsın K1 vurulsun T üstə gəlsin hər hansısa bir deməyən C. Əlavə olaraq mən deyirəm ki, indi bu ilə B nasibdir. B bərabərdir. Yenə eyni şeyi vururam. Yazıram. B bərabərdir. Nə olacaq? Y üstü mənfi K2-yə burası olsam. B bərabər olacaq. K1 vurulsun. A0 bölünsün. K2 çıxılsın. K1 vurulsun. U-nu və ya gəlin hər işdən B tam yazaq. Y üstü K2 çıxılsın. K1 vurulsun. T üstü gəlsin. C Y üstü mənfi K2. Sadəcə onu V-yə vurdum. Hər hansısa bir şey eləmədim. İndi burada C-ni tapmaq istəyəndə və biz bilirik ki, artıq T bərabər 0 anında B bərabərdir 0-dır. Artıq yəni B sıfırımız 0-dır, yoxdur. Bunu istifadə etsək yenə T-nin 0 anında bura 1 olacaq. Bura 1 olacaq. Biz bilirik ki, bu da 0-dır. Yəni K1 vurulsun. C nəyə bərabər olacaq? 10 tapmaq istəyirik. C bərabər olacaq. Belə deyək. K1 vurulsun. A0 bölünsün. K2 çıxılsın. K1 biz mənfi C-yə bərabər olacaq. Belə yaza bilərik. Yəni C biz bunun mənfi qiymətinə bərabər imiş. Başqa cür yazsaq. Bu bərabər imiş C-yə. İndi gətirib bunu yerinə qoysaq, B üstün ifadəni tapsaq. B üstün ifadə nəyə bərabər olacaq bu səfər? Heç nə. C-ni yerinə qoysaq, K1 vurulsun A0 bölünsün K2 K1 ortaq vuruş kimi çıxara bilirik. Olur. Deməli. K1 vurulsun A0 bölünsün K2 K1 vurulsun Y üstü K2 çıxılsın K1 vurulsun T üstə gəlinsin 1. Çünki burada C ilə özü də buna bərabər. Daha doğrusu çıx 1. Çünki C bunun mənfisidir. Çıxılsın 1. Vurulsun Y üstü mənfi K2-dir. K1-dir. Vuraq görək nə olur. Y üstü mənfi K2-dir. Tam olaraq B üstü ifadə alaq. Yəni B olur. Bu hissə eyni qalır. O hez. K1 vurulsun A0 bölünsün K2 K1. Y üstü K2 K1 vurulsun T'ni Y üstü mənfi K2-yə vursaq olacaq Y üstü mənfi K1T. Yəni Y üstü mənfi K1T. Biri də vursaq Y üstü mənfi K2 olacaq. Y üstü mənfi K2-nin öz. Yəni B çıxdı nə? K1 vurulsun A0 bölünsün. K2 çıxılsın. K1 vurulsun. Y üstü mənfi K1 T çıxılsın. Y üstü mənfi K2. Bu bizim hansı halımızdır? Başlanğıcda ancaq A-nın olduğu halda hansı ki bizdə bu lazımdır. Və bizə maksimum qiymətini soruşur. Əslində bizim B-miz sıfırdırsa başlanğıcda B müəyyən bir qədər artacaq və yaşını sıfıra çatacaq. Yəni bizim törəmələdiyimiz zaman əslində qiymətimiz yəni sıfıra bərabər elədiyimiz zaman birinci törəməni maksimuma da bərabər olardı, minimuma da bərabər olardı. Lakin bu halımızda bizim minimumumuza bərabər ola bilməzdir. Çünki bizim minimumumuz onsuz da bəllidir, sıfırdır. Mənfi olacaq deyil ki, B-nin qatılığı. Ona görə bizim elə tapdığımız o T qiyməti bizim maksimumumuz üçün olan maksimum, B-nin maksimum olduğu zamandır. Yəni biz sadəcə bunu törəmələsək, T-nin maksimum olduğu zamanı tapacağıq. Bir dənə törəmə deyək.
Y üstü biz bilirik ki, əgər fx bərabər y üstü gx-dirsə, fx-in törəməsi bərabərdir y üstü gx vurulsun gx-in törəməsinə. Yəni y üstü mənfi k1 t-nin törəməsini almaq istəsəm, olacaq mənfi k1 vurulsun y üstü mənfi k1 t. Lakin onu belə bir şey deyək, bilərik. Ə, B-nin törəməsinin, yaxşı, birinci törəməni axı, sonra göstəreyim. Bu hissəni onsuz da maraqlanmırıq. Burası sabitdir. Yəni buranın törəməsi bizə 0 verməlidir onsuz da. Yəni yazıram. Mənfi K1 vurulsun y üstü mənfi K1 t yazaq. Mənfi K1 vurulsun y üstü mənfi K1 t çıxılsın üstə olacaq. K2 vurulsun y üstü mənfi K2 t bərabərdir 0-a. Buradan artıq biz nə əldə etmiş oluruq? Deməli, bizim K2 vurulsun y üstü mənfi K2 t'miz bərabər imiş K1 vurulsun y üstü mənfi K1 t. İndi yəni hər tərəfi elənməyək. Və elənmək yerinə y üstü olanları bir tərəfə yığaq. Sonra elənməyək. Yəni yazaq K2 bölü K1 bərabər y üstü mənfi K1 t bölünsün y üstü mənfi K2 t. İndi elənəsək elən K2 bölünsün K1 bərabər olmalıdır. Bunun da elənəsi olacaq nə? K2 çıxılsın. Yəni, belə deyək. Çünki biz elən y bilirik ki, bir də bərabərdir. Buradan çıxacaq. K2 çıxılsın. K1 vurulsun t. Çünki y mənfi K1 t-dən çıxır. Mənfi K1 t çıxırıq. Mənfi K2 t-ni. Onda belə yaza bilərik ki, K2 çıxılsın K1 t. İndi biz bura t-yə t max deyirik. Çünki dedik ki, bu maksimum. B-nin maksimum olduğu yəni zaman onu göstəririk. İndi t max üçün son olaraq ifadəmiz necə olmuş olur? Elin K2 bölünsün K1 bölünsün K2 çıxılsın K1. Bu da bizim T max üçün olan ifadəmiz. İndi bu halımızda dediyim kimi bizim onsuz da törəməmiz sıfıra bərabər etdiyimiz zaman bir dənə qiymət çıxır. T üçün burada gördüyünüz kimi bir dənə qiymət çıxarır. Bu qiymətin desək ki, niyə deyirik maksimumda minimum olmaz? Çünki onsuz biz minimum bilirik. Minimum nə vaxtı 0 olur. B. Bu şəkildə. Bizim tema üçün olan ifadəmiz. Bəs ümumilikdə danışası olsaq ki, tamam, indi burada belədir, bəs ümumi danışası olsaq bir şeyin maks yoxsa minimum olduğunu necə bilirik? Tapandan sonra törəmənin sıfıra bərabər yəni sonra. Bir yol odur ki, hər ikisi qiymətinə baxırsınız, oradan bilirsiniz ki, hansı bölgüsü onda da maksimumdur, digər minimumdur, əgər 2 dənə qiymət varsa. Başqa yol da budur ki, siz məsələn törəməsini almısınız, bir fx funksiyanız var. Bunun törəməsini almısınız, biriniz törəməsini almısınız. Bunu sıfıra bərabərləmisiniz. Bir qiymət almısınız. X deyək ki, buna elə x1 deyək yaxşı. Və bu x1 qiymətin nə edirsiniz? Fx funksiyasının ikinci törəməsini alırsınız. Əgər x1 qiymətin bu fx funksiyasının ikinci törəməsinin yerinə qoyduğumuz zaman bu qiymət sıfırdan böyükdürsə biz deyirik ki, bu olacaq. X1 qiymət deməli minimum üçün imiş, yəni minimum qiyməti imiş. Fx-in ikinci törəməsi əgər sıfırdan kiçikdirsə bu maksimum imiş. Lokal maksimumdan danışıq. Təbii ki, bu da lokal minimumdur. Çünki bu deyə bilməkdə 100% ki, mütləq maksimum yoxsa mütləq minimumdur. Onsa biz aralıqdan danışırıq. Bu şəkildə bu minimumu, bu da maksimum olduğunu tapırıq. Amma dediyim kimi bizdə onsuz da belə bir hal yoxdur. Minimum 1 0-dır və maksı da bu ifadə ilə tapırıq. Başqa sualda nəsə deyirdim, ona baxaq. Ümumi ardıcıl reaksiyalardan danışmış olduq. B-nin parçalan başlamasından sonra A1-in maksimum qatlığına uyğun gələn zamanı tapın. Deməli, nə edirsiniz? Sizə bir dənə K2 verib, bir dənə K1 qiymətini də verib. Yazırsınız T max bərabərdir. Elin K2 bölünsün K1 bölünsün K2 çıx K1.
Sadəcə qiyməti yerinə qoysanız K2-ni və K1-i siz buradan ə, T-Max-ı tapasınız. Bu qədər kinetika hissəsi. Yaqub, istəyirsənsə indi qeyri hissəsini davam edəsən Y və F birləşmələri üçün. Amma gəlin Y və F hissəsini oxuyaq. Bizə deyir ki, sonradan aşkar edildi ki, ksenon florkidə A2-ni AB qədər oksidləşdirir. Maraqlıdır ki, ksenon digər bir ikili birləşməsi olan və tərkibində flor tapılmayan Y birləşməsi də tərkibində 12,62% kalium olan F kalium duzundan tamamilə eyni üsulla əldə edilmişdir. B-dən A1-ə. Aha. Bizdən soruşur ki, Y və F birləşmələrinin ətraflı kimyəvi tərkibini müəyyən edin. B-dən A1-ə biz B-ni nə tapmışdıq, A1-i nə tapmışdıq deyə baxsaq. B-miz selenium O4 2 mənfi idi. Selenium 83 O4 2 mənfi. A1-miz isə brom 83 O4 2 mənfi idi. Mənfi idi belə deyək. Burada görünüşə görə beta çevrilimi baş vermişdi. Aha. Baxsaq, deməli bizdə böyük ehtimal hər hansısa bir çevrilmə baş verib. Bu beta çevrilmə ola bilər yenə və bizim F kaliumlu duzumuzdan Y birləşməsi əmələ gəlib. Biz yaza bilərik sxem kimi ki F çevrilir Y-yə və bilirik ki Y-nin içində ksenon var. Ksenon var və bilinməyən digər bir element var və F-imizin tərkibində kalium var. Və böyük ehtimal ki, bizim F duzumuzun tərkibində olan hər hansısa bir element beta çevrilməyə məruz qalıb və nəticədə Y-yə çevrilib. Və bu hansı bir element ola bilər deyə düşünsək, ksenondan bir əvvəlki element yod ola bilər bu. Və düşünsək ki, kalium, yod, yəni bizim F duzumuzda kalium var, yod var və bilinməyən hər hansısa bir element var. Bunu biz X deyək və n ədəd X elementi var. Sonra biz kütlədən hesablaya bilərik, yola çıxa bilərik. Bizə 12,62% kalium verir. Və biz geridə qalan kütləni hesablaya bilərik. Daha belə dəqiq kütlələri qoysaq, kalium 39,098 qoyduqda bizim geriyə qalır təxminən kütləmiz 270,7 qram. Biz dediyimiz kimi yodu çıxsaq buradan 126,904'ü çıxsaq geriyə 143,8 qram kütlə qalır. Sonra biz N-ə 1 versək, məsələn 143 kütlədə 143 kütləmiz zaten metala uyğun gəlir, belə bir şey məntiqli deyil. N-imiz 2 olsa 71,9 belə bir element də yoxdur. 3 olsa 48 yenə məntiqli heç nə yoxdur. 4-ə bölsək təxminən 35,95 eləyir. Bu da xlora, tam xlor demək olmur, amma xlora yaxındır. Amma burada belə bir söhbət var ki, bizim yodumuz da böyük ehtimal ki, hər hansısa bir fərqli bir izotopdur. Və ona görə bizim bu digər X elementimizin xlor olduğunu nəzərə alaraqdan yenidən yod elementinin hansı izotop olduğunu hesablaya bilərik. Və kalium, yod, bilinməyən hansı izotopudur? Xlor 4. Bu şəkildə olduqda yenə kütlə hesablamaları ilə geçsək, geriyə qalan 270,7 qramlıq kütlədən 4 xloru, yəni 35,4 vururam 4-ə. Bunu geriyə qalan kütlədən, yəni 270,7-dən çıxıram. Geriyə təxminən 128,88 kütlə qalır. Bu B ehtimal burada bizim yod 129 izotopumuzu göstərə bilər. Və onu göstərdiyi təqdirdə bizim F maddəmiz kalium, yod 129, xlor 4 duzu olmuş olur.
F-dən Y-yə isə dediyimiz kimi B-dən A1-ə çevrilmədə kimi olan bir şey baş vermişdir. Burada yenə 129-luq yodumuz bizim gəlir çevrilir ksenon 129-a və xlor 4, yəni ksenon 129, xlor 4 və böyük ehtimal burada e, düşünürəm ki, kalium müsbət və beta zərrəci ayrılar. Və yaxud da beta zərrəci kalium müsbəti kaliuma doğru reduksiya edir. Aha. Burada E və F maddələrini tapmış olduq. Ee, Sadəcə burada hmm, məncə sualın bir hissəsini keçdik. Bizə deyir ki, B anionundan bizə kinetika sualının ilk bəndində soruşurdu ki, C və D-nin ətraflı kimyəvi tərkibini müəyyən edin. Sxemdə göstərilən hər iki reaksiya müvafiq reagentlərə nəzərən birinci tərtib reaksiyadır. B anionuna bir neçə dəqiqə ərzində əmələ gələn A1 bir neçə saat ərzində öz-özünə parçalanaraq 1-in 2-yə molar nisbətində qaz halında olan C və D basit maddələrlə parçalanır. A1-imiz deməli, A1-imiz nə idi? Bura mod 4 mənfi 83. Burada bizim brom 83 O4 mənfimiz 1-in 2-yə nisbət, molar nisbətdə müəyyən 2 dənə bəsit qaz halında olan maddəyə parçalanır. Baxıb burada məntiqlə düşünsək, görə bilərik ki, 4 ədəd oksigen atomumuz və bir dənə də brom atomumuz var. 1-in 2-yə nisbət düşünsək, burada bizim 2 nisbət əslində 2 ədəd oksigen molekulunu göstərə bilər. Yəni, zaten maddədə 4 ədəd oksigen olduğuna görə bunu bu şəkildə yaza bilərik. Onda geriyə bir atomlu qaz qalır. Yəni, brom 83 izotopunun da çevrilə biləcəyi bir atomlu qaz. Burada böyük ehtimal ki, kripton olur. Yəni, nəcib qaz olaraq. Onda beləliklə bizim C və D qazlarımızda kripton və 2 ədəd oksigen olur. Həmçinin bu mərhələdə bizdə B-dən A1-ə necə beta çevrilmə baş vermişdirsə, burada eyni şəkildə beta çevrilmə baş verir. Bəli, məncə bu günlük bu sualı yekunlaşdırdıq. Aha, məncə də hissələrə baxdıq. Yan baxaq yenidən. Yəni, Sual adından göründüyü kimi, yəni o qədər də adi qeyri-üzvü suallarından fərqlənsə də, xüsusilə kinetika hissəsi məncə maraqlı idi. amma belə ki, əslində biz bu hissə kinetikada ifadəni falan çıxardıq. Yəni deyirəm, onsuz da sizə bu ifadəni bilməyinizi gözləmir B üçün. Lakin sadəcə maraqlanmanız üçün göstərmək istədik. Bu şəkildə məncə hər şey danışdıq. Nəsə əlavən yoxdursa yekunlaşdıraq. Yekunlaşdıra bilərik. Aha, tamam. Gələn videolarda görüşənədək sağ olun.